Qeyri-üzvü birləşmələrin mühüm sinifləri. Biz öncəki dərslərimizdə tanış olmuşuq ki, maddələr tərkibinə görə iki yerə bölünürdü. Bəsit maddələr və mürəkkəb maddələr. Yalnız bir növ element atomundan təşkil olunan maddələr bəsit, iki və daha çox müxtəlif kimyəvi element atomundan təşkil olunan maddələr mürəkkəb maddələrdir. Mürəkkəb maddələrin özünün də iki böyük sinfi var. Qeyri-üzvü maddələr və üzvü maddələr. Bugün biz qeyri-üzvü maddələrin mühüm sinifləri ilə tanış oluruq. Qeyri-üzvü maddələrin 4 böyük sinfi var. Oksidlər, əsaslar, turşular və duzlar. Bu sinifin hər biri bir-birindən müəyyən bir xassəsinə görə fərqlənir. Əvvəla istəyirəm hər bir sinif haqqında geniş məlumat verməmişdən öncə bu siniflərin qısa bir tanış eləmək istəyirəm sizi bundan ki, yəni bir-birindən fərqləndirə biləsiniz. Maddələrin quruluşlarına baxanda burada, yəni hər sinif maddənin quruluşuna baxanda onsuz da onlar arasındakı kəskin fərqi görmək mümkündür. Oksidlər sinfi Oksidlər iki elementdən təşkil olunur və mütləq surətdə o iki elementdən biri mütləq oksigen olmalıdır. Fikir verin, məsələn, natrium oksid, kalsium oksid, kükürt 4 oksid, karbon 4 oksid və s. Demək, iki elementdən təşkil olunursa, əgər mürəkkəb maddə bu iki elementdən biri oksigendirsə, onda o mütləq oksidlər sinfinə aiddir. Əsaslar. Deməli, əsasları digər siniflərdən fərqləndirən quruluşa baxsaq, görmək mümkündür ki, bütün əsasların tərkibində bir metal atomu var. Bir də həmən metal atomuna valentliyinə uyğun sayda birləşmiş hidroksid qrupu var. Yəni OH qrupu var. Deməli, metal və hidroksid qrupundan ibarət mürəkkəb birləşmələrə biz deyirik əsaslar. Turşular nədir? Müxtəlif burada 3 dənə nümunə üçün turşu vermişəm. Bu turşuların quruluşuna baxanda görmək olur ki, bu turşular turşu qalığı və hidrogendən ibarət mürəkkəb birləşmələrdir. Duzlar nədir? Duzlar elə fərz eləyin ki, baxın, əsasların metal hissəsi ilə turşuların, baxın, burada əsasını tutaq ki, natriumu götürmüşük, turşunun qalıq hissəsini birləşdirəndə aldığı mürəkkəb maddə olur duz. Demək, duzlar əsaslarla turşuların qarşılıqlı təsirindən əsasın metal, turşunun qalıq hissəsinin birləşməsindən alınan mürəkkəb maddələrdir. Bunların hər biri haqqında növbəti dərslərdə daha ətraflı məlumat verəcəm. İndi keçid eləyək bugünkü dərsimiz olan oksidlər sinfinə. Daha dərin tanış olaq, görək oksid nədir? Tərifdən də göründüyü kimi, deyir biri oksigen olmaqla iki elementdən ibarət mürəkkəb maddələrə oksidlər deyilir. Və burada qeyd olunubdur ki, oksigenin oksidləşmə dərəcəsi -2 olan. Bəli, elə birləşmələrimiz var ki, iki elementdən ibarətdir, biri oksigendir, amma onlar oksid sayılmır. Niyə? Çünki orada oksigenin oksidləşmə dərəcəsi -2-yə bərabər olmur. Bu birləşmələr hansılardır? Peroksidlər və superoksidlər. Hansı ki, biz bunlardan oksidləşmə dərəcəsi mövzusunu keçəndə tanış olmuşuq. Əgər, baxın görürsünüz, natrium 2O2 peroksid, kalsium O2 peroksid. Bu oksid deyil, peroksiddir. Səbəbi nədir? Çünki burada oksigen oksidləşmə dərəcəsi -2 yox, -1-dir. Və yaxud da, əgər oksigenin oksidləşmə dərəcəsi -2-də 1-ə bərabər olursa, baxmayaraq iki elementdən ibarətdir, biri oksigendir, amma oksigen oksidləşmə dərəcəsi -2-də 1 olduğuna görə o oksid yox, superoksiddir. Oksidlərin təsnifatı. Oksidlər özü iki böyük sinfə bölünür. Duz əmələ gətirən oksidlər və duz əmələ gətirməyən oksidlər. Ümumiyyətlə, uşaqlar, bu 4 sinifin, baxın, oksid, əsas, turşu, duz dedim də, düzdürmü? Bunları, duzları, bu oksidlərin də, əsasların da, turşuların da elə fərz eləyin ki, vəzifəsi və yaxud da məqsədi duz əmələ gətirməkdir. Yəni, onlar elə düşünün ki, duz əmələ gətirmək üçün çalışırlar. Oksid özü birbaşa da duz əmələ gətirə bilər, bir neçə oksid qarşılıqlı təsirdə olub və yaxud da oksid əsas əmələ gətirir, oksid turşu əmələ gətirir, əsasla turşu
da duz əmələ gətirir. Yəni yekun etibarilə məqsəd duz əmələ gətirməkdir. Sırf buna görə də oksidlər özü iki böyük sinfə bölünür. Duz əmələ gətirənlər, duz əmələ gətirməyənlər. Yəni bizim elə 4 ədəd oksidimiz var ki, hansı ki bunlar heç cürə duz əmələ gətirə bilmirlər. Bu oksidlər hansılardır? Karbon monoksid, azot monoksid, azot biroksid və yaxud da diazot monoksid və silisium oksid. Bu 4 dənə oksid duz əmələ gətirməyən oksiddir. Burada bizim bir dənə istisnamız var. Dərsin sonluğunda onu qeyd edəcəm. Və duz əmələ gətirən oksidlər. Duz əmələ gətirən oksidlərin özünün də 4 böyük sinfi var. Əsasi oksidlər, turşu oksidləri, amfoter oksidlər və qarışıq oksidlər. Hər biri ilə ayrı-ayrılıqda tanış olaq. Əsasi oksidlər nədir? Nəyə deyilir? Turşular və turşu oksidləri ilə qarşılıqlı təsirdə olub duz əmələ gətirən oksidlərə əsasi oksidlər deyilir. Əsasi oksidlərin əksəriyyəti, ümumiyyətlə əsasi oksidlər adətən metal oksidlərdir. Baxın nümunələrə. Natrium oksid, kalium oksid, mis 2 oksid, maqnezium oksid, dəmir 2 oksid, kalsium oksid və s. Burada n sayda yaza bilərik. Gördüyünüz kimi oksidin tərkibi nədir? Oksigenlə yanaşı ancaq metaldır. Demək, turşu oksidlər nədir? Əsaslarla və yaxud da əsasi oksidlərlə qarşılıqlı təsirdə olub duz əmələ gətirən oksidlərə turşu oksidləri deyilir. Turşu oksidlərinin hamısı bir-iki dənə istisnamız olmaq şərti ilə əksəriyyəti qeyri-metal oksidləridir. Məsələn, baxın nümunələrə. SO2, SO3, CO2, NO2, N2O3, xlor2O5 və s. Hətta bura mən bir dənə də oksid əlavə edə bilərəm ki, o turşu oksididir, ancaq qeyri-metal yox, metal oksididir. Bunların hamısının səbəbini izah eləyəcəm. Sonra amfoter oksidlər. Amfoter oksid nədir? Həm əsas, həm turşularla qarşılıqlı təsirdə olub duz əmələ gətirən oksidlər amfoter oksidlərdir. Amfoter oksidlər adətən metal oksidləridir. Alüminium oksid, sink oksid, berilyum oksid, plümbium oksid, xrom 3 oksid, dəmir 3 oksid və s. Və son olaraq qarışıq oksidlər. Qarışıq oksid nədir? Tərkibində bir elementin iki müxtəlif valentlik göstərən oksidi varsa, bu oksid qarışıq oksid adlanır. Bu nə deməkdir? Yəni, məsələn, dəmir 3O4 qarışıq oksiddir. Niyə? Çünki biz bilirik ki, dəmir dəyişkən valentli metaldır və dəmirin 2 və 3 valentliyi var, göstərir, düzdürmü? Demək, dəmirin 2 valentlik göstərdiyi oksidi də, 3 valentlik göstərdiyi oksidi də qarışdırırsaq, əgər bizim yekunda alacağımız oksid olar qarışıq oksid. Və qarışıq oksidlər hamısı metal oksidləridir. Bu oksidlərin siniflərini əlbəttə ki, biz hamısını əzbər bilməliyik və onu deyim ki, bəzən çətinlik çəkir uşaqlar bu oksidləri sinif-sinif əzbərləməkdə. Bunun asan yolları var. Həm dərs irəlilədikcə onsuz da bu avtomatik olaraq hamısı sizin yadınızda qalır və yaxud da qaydaları bildikdən sonra, hansı ki, o qaydaları mən sizə izah eləyirəm, bu qaydaları biləndən sonra oksidləri bir-birindən, yəni sinifinə görə fərqləndirmək asan olur. Məsələn, bu qaydalar hansılardır? Əvvəla baxaq əsasi oksidlərə. Yadınızda saxlayın uşaqlar. Əgər oksidin tərkibində metal varsa, mütləq surətdə o böyük ehtimalla əsasi oksiddir. Amma bu amfoter də ola bilər, qarışıq da ola bilər. Və yaxud da əgər oksidin tərkibindəki qeyri-metaldırsa, bu mütləq surətdə turşu oksididir. Amma bütün qeyri-metal oksidlərin hamısı turşu oksidi deyil, hansı ki bizim 4 dənə nəyimiz var idi? Duz əmələ gətirməyən oksidimiz var idi. Görürsünüzmü, onların hamısının tərkibində qeyri-metal atomları var. Deməli, birinci yadınızda saxlayın. Baxın, əsasi oksidlərə baxıram. Əsasi oksidlər, yəni və yaxud da əsasi deməyək, metal oksidlərinə baxaq. Görək metal oksidləri hansı siniflər ola bilər? Deməli, əgər oksidin tərkibindəki metal amfoter xassəli metaldırsa, onda mütləq şəkildə bu oksid olur amfoter oksid. Bizim amfoter metallarımız hansılardır? Ən çox istifadə elədiyimiz bezinal, düzdürmü? Berilyum, sink, alüminium. Baxın, berilyumun
sinkin, alüminiumun oksidlərinin hamısı, yəni onsuz da onların hərəsinin bir oksidi var. Bunların oksidlərini harda görsəniz, metal amfoter olduğuna görə onların əmələ gətirdiyi oksidlərdə berilyum oksid, sink oksid və alüminium oksid necə oksid olar? Amfoter oksid olar. Amfoter oksidlər belə getdi. İndi baxaq növbətiyə. Əgər oksidin tərkibində dəyişkən valentli metal varsa, bizim burada ən çox istifadə etdiyimiz dəyişkən valentli metallarımız hansılardır? Dəmirdir, məsələn, xromdur, manqandır. Gəlin bunların əmələ gətirdiyi oksidlərin hər birini yazaq. Dəmirin biz bilirik ki, 2 valentliyi var, həm 2, həm 3 göstərir. Dəmirin 2 valentli oksidi də var, dəmirin 3 valentli oksidi də var. Sonra xromun 2, 4, 2, üzr istəyirəm, 3 və 6 valentlik göstərir. Xromun ona görə var 2 valentli oksidi, xromun var 3 valentlik göstərdiyi oksidi, bir də xromun var 6 valentlik göstərdiyi oksidi, yəni xrom O3. Manqan da həmçinin, manqanın var 2 valentli oksidi, var 3 valentli, onu bütöv yazmadım da valentli şəklində yazıram, özünüz başa düşəsiniz. Bir də var manqanın məsələn 7 valentlik göstərdiyi oksid. Düzdürmü? Baxın, görürsünüzmü? Bu oksidlərin hər biri, bax bu metalların əmələ gətirdiyi oksidlər hər biri fərqli-fərqli sinif oksidlərə aiddir. Fərqli siniflərin nümayəndələridir. Səbəbi nədir? Məsəl üçün, dəmirin 2 valentlik göstərdiyi oksidi əsasi oksiddir, amma 3 valentlik göstərdiyi oksidi amfoterdir. Xromun 2 valentlik göstərdiyi oksidi əsasi oksiddir. Xromun 3 valentlik göstərdiyi oksid amfoterdir. 6 valentlik göstərdiyi oksidi turş oksididir. Manqan yenə 2 valentli oksidi əsasidir. 3, 4 valentli oksidi amfoterdir. 7 valentlik göstərdiyi oksidi turşudur. Bunu bilirsiniz, necə yadda saxlayırsınız? Yada salırıq dövrü sistem cədvəlini. Dövrü sistem cədvəlində yadınızdadır, biz demişdik, birinci, ikinci qrupda yerləşən hamısı aktiv metallardır, düzdürmü? Sonra 3-də nisbətən 4, 5, 6, 7 getdikcə neyinir? Qeyri-metallara keçir. Biz bilirik, metalların əsasiliyi xassəsi yüksəkdir, qeyri-metalların isə turşuluq xassəsi yüksəkdir. Məsələn, dəmir. Dəmir oksidində 2 valentlik göstərəndə, bunu belə yadda saxlayın. O elə fərz edilir ki, ikinci qrup elementidir. İkinci qrup elementi də metal olduğuna görə, qüvvətli metal olduğuna görə, metallar da əsasi xassə göstərdiyinə görə, dəmir də, xrom da, manqan da 2 valentlik göstərəndə özünü nə kimi aparır? Əsasi oksid kimi aparır. Üçüncü qrupda yerləşən element, məsələn, üçüncü qrup elementləri kimi yadınızda saxlayın, elə alüminium. Ortada, yəni metalla qeyri-metalın ortasında yerləşirsə, məsələn, 3 valentliklə 4 valentlik göstərirsə, əgər metal oksidində, o ortada yerləşir. Yəni aralıq mövqeyi. Aralıq da biz nə deyirdik? Amfoter, ikili xassə. Yəni qeyri-metalla metalın arasında yerləşdiyinə görə 3-4 valentlik göstərəndə bu amfoter xassə göstərir. Dəmir 2O3, yəni dəmirin 3 valentli oksidi, xromun 3 valentli oksidi, manqanın 3-4 valentli oksidi ortada yerləşdiyinə görə amfoter oksid sayılır. Xromun 6 valentlisi ilə manqanın 7 valentli oksidləri 6-7 qeyri-metalların qrupların nömrəsidir. Qeyri-metal da hansı xassəni daşıyır? Turş xassəni daşıyır. Ona görə də bu elementlər 6-7 valentlik göstərdiyi oksidləri bu elementlərin turş oksidləridir. Görürsünüzmü? Bunları da fərqləndirdik. Yəni, məsələn, həmişə mən yazanda uşaqlarda sual yaranırdı ki, müəllim, bəs nətər olur ki, dəmirin oksidi həm amfoter oksidlərin içərisində var, dəmirin oksidi həm də var əsasi oksidlərin içərisində. Bir saniyə. Məsələn, burada qeyd eləmişik, baxın. Tutaq ki, dəmirin 3 valentli oksidi görürsünüz, amfoter oksidlərin içərisindədir. Dəmirin 2 valentli oksidi əsasilərin içərisindədir. Və yaxud da yenə xromun 2 valentlisi əsasi, 3 valentlisi amfoter oksidlərin içərisindədir, 6 valentlisi turş oksidlərin içərisindədir. Deməli, səbəbi buymuş. Bunu bu formada yadda saxlaya bilərsiniz. Bir də təkrar edirəm. Əgər element metal, dəyişkən valentli metaldan söhbət gedirsə, minimum oksidləşmə, yəni 1-2 oksidləşmə dərəcəsi valentlik göstərirsə, o özün birinci, ikinci qrup elementləri kimi aparır, yəni əsasi xassə göstərir. Əgər element
orta valentlik göstərirsə, yəni 3-4 valentlik göstərirsə, ortada yerləşən, yəni amfoter xassəni göstərir. Yox, əgər 6, 7, hətta 5 göstərirsə, onda bu 5, 6, 7 qeyri-metalları ifadə elədiyinə görə dövr sistem cədvəlində qeyri-metallarla turşu xassəli olduğuna görə bunlar turşu oksidləridir. Daha sonra bir də qaldı turşu oksidlərini müəyyənləşdirmək, yəni qeyri-metal oksidləri nətər müəyyənləşdiririk? Metal oksidlərində başqa bir şey yoxdur. Qeyri-metal oksidləri müəyyənləşdirmək üçün biz sadəcə olaraq duz əmələ gətirməyən o 4 dənə oksidi əzbər bilməliyik. Duz əmələ gətirməyən CO, NO, N2O, silisium O. Bunu öyrənirsiniz. Görsünüzmü, hər biri qeyri-metal oksididir. Düzdürmü? Əgər oksidin tərkibində qeyri-metal varsa və o bu 4 oksiddən biri deyilsə, mütləq şəkildə hansı sinfin nümayəndəsidir? Turşu oksidlərin nümayəndəsidir. Bu qədər. Məsələn, burada yazdığım nümunələri gəlin siniflərinə görə ayıraq, həm də bir də izahın üstündən keçmiş olarıq. Birinci, kalsium oksid hansı sinfə aiddir? Baxırsınız oksidi əmələ gətirən elementə. Oksidi əmələ gətirib kalsium. Kalsium nədir? Kalsium qüvvətli metaldır. Metaldırsa, bu metal oksidlərinin əksəriyyəti istisnalarımızı yada salmaq şərti ilə. Temboli aktiv metaldırsa, bu hansı sinifin oksididir? Əsasi oksiddir. Sonra P2O5. Oksidi əmələ gətirən element fosfordur. Fosfor nədir? Qeyri-metaldır. Qeyri-metaldırsa, biz yada salırıq duz əmələ gətirməyən o 4 dənə oksidi. Əgər bu 4 oksiddən biri deyilsə, onda bu hansı sinif oksiddir? Turşu. Berilyum oksid. Oksidə əmələ gətirən element berilyumdur. Berilyum nədir? Metaldır. Amma necə metaldır? Amfoter. Amfoter metaldırsa bu amfoter oksiddir. Sonra dəmir 2 oksid. Oksidə əmələ gətirən metal dəmirdir. Element dəmirdir. Özü metaldır və dəyişkən valentli metaldır. Hansı valentliyi göstərir burada? 2. İkinci qrup metalları ifadə eləyir. Ona görə bu hansı sinifdir? Əsasi. Daha sonra dəmir 3 oksid. Əmələ gətirən element dəmirdir, metaldır və 3 valentlik göstərir burada. Dəyişkən valentlidir. Burada da 3 göstərir. 3 də bizim amfoter, yəni belə deyim, 3 deyən kimi alüminiumu tez yada salın. Alüminium da amfoterdir. Ona görə bu oksid hansı sinifə aid olur? Amfoter oksidlərə. Sonra xrom 6 oksid. Oksidə əmələ gətirən element xromdur. Xrom dəyişkən valentlidir. Burada göstərdiyi valentlik 6-dır. 6 qeyri-metalları ifadə elədiyinə görə onda bu hansı sinif oksidlərə aiddir? Turşu oksidlərinə. Və son olaraq qarışıq oksidləri də izah edeyim. Qarışıq oksid elə fərz eləyin ki, əgər bir element əsasən də metal dəyişkən valentlidir, yəni onun 2 növ oksidi var. Bu 2 oksidin qarışığını biz adlandırırıq qarışıq oksid. Məsələn, bunun ən qəşəng nümunəsi göstərə bilərək dəmiri. Dəmir 3O4 qarışıq oksiddir. Niyə? Çünki dəmir 3O4-ün içərisində həm dəmirin 2 valentli oksidi var, həm də dəmirin 3 valentli oksidi var. İndeksləri toplasanız, həqiqətən görərsiniz ki, formulu dəmir 3O4 almışsınız. Bir dəmir buradan, ikisi buradan, dəmir 3, bir oksigen burada, 3-ü burada, oksigen 4.